Suraxanıda hesabat yığıncağı keçirilmişdir. Yanvar ayının 13-də Suraxanı rayon icra hakimiyyəti başçısının Suraxanı rayonunun 2025-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr haqqında hesabat yığıncağı keçirilmişdir. Tədbirdə Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi Təşkilat Məsələləri şöbəsinin 2-ci ərazi sektorunun müdürü Natiq Əliyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinç Fətəliyeva və Qaya Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, sənaye müəssisələrinin, təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələrinin məsul şəxsləri, qəsəbə nümayəndəlikləri, bələdiyyə sədrləri, ictimai birlik və siyasi partiya nümayəndələri, dini icmaların üzvləri, eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Tədbirdən əvvəl Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Suraxanı rayonu Heydər Əliyev mərkəzinin qarşısında ucaldılmış abidəsi ziyarət olunmuş, abidənin önünə gül dəstələri qoyulmuşdur. Daha sonra rayonda istehsal olunan məhsulların sərgisinə baxış keçirilmişdir. Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev tədbirdə geniş məruzə ilə çıxış edərək 2025-ci il üzrə görülmüş işlər, sosial-iqtisadi nəticələr və 2026-cı ilin prioritetləri haqqında məlumat vermişdir. O qeyd etmişdir ki, 2025-ci il Azərbaycan dövlətçiliyi tarixində mühüm mərhələ kimi yadda qalmış, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun davamlılığı ölkənin bütün istiqamətləri üzrə modern idarəçiliyə uyğunlaşmasına, sosial-iqtisadi inkişafın yeni mərhələsinə keçidə şərait yaratmışdır. Həyata keçirilən sistemli islahatlar, strateji layihələr və diplomatik təşəbbüslər 2025-2026-cı illər üçün yeni və daha geniş hədəflərin müəyyən olunmasına imkan vermişdir. İclasda Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, millət vəkilləri Afət Həsənova, Sevinç Fətəliyeva, Qaya Məmmədov və şəhid anası Xalidə Həmzəyeva çıxış etmişlər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi Təşkilat Məsələləri şöbəsinin 2-ci ərazi sektorunun müdürü Natiq Əliyev çıxışında Prezident İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni hədəflər barədə geniş məlumat vermiş, rayonun gələcək işləri ilə bağlı prioritet istiqamətləri vurğulamışdır. Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət qəbul edilmiş və müraciətin mətni rayon icra hakimiyyəti başçısının müavini, ərazi təşkilat və ictimai siyasi məsələlər şöbəsinin müdürü Könül xanım Axundova tərəfindən tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Sonda rayonun 2026-cı ildə qarşıda duran vəzifələr üzrə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir.